Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Səhiyyə Nazirliyində Qətər dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səəd Əl-Fuheyd Əl-Həcri ilə görüş keçirilib. Səhiyyə naziri Teymur Musayev dövlətlərarası münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Nazirin sözlərinə görə ölkələrimizin ali tibb müəssisələrinin davamlı peşə təhsil sahəsində müasir metodika və elmi praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Sonda Azərbaycanın Səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Səfir Məhəmməd Həməd Səəd Əl-Fuheyd Əl-Həcri Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib. Ürəyimizə cavabdeh olan gənclər bir araya toplandı. Azərbaycanda birinci Gənc Kardioloqlar Forumu keçirilib. İzləyək. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə 10-12 aprel tarixində Bakıda birinci Gənc Kardioloqlar Forumu keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və Elmi Tədqiqat Kardiologiya İnstitutunun könüllüləri iştirak ediblər. Foruma Azərbaycanın elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar. Birinci Gənc Kardioloqlar Forumunun rəsmi açılış mərasimində giriş sözü Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, forumun sədri professor Gülnəz Dadaşova deyib. Bizim bugün gənc kardioloqları ilk dəfə olaraq bu möhtəşəm Gülüstan sarayına toplamaqda məqsədimiz Azərbaycanın bütün bölgələrini əhatə edən və yaşı 40-dan aşağı olan gənc, perspektivli kardiologiyanın bütün sahələrində çalışan, sadəcə invaziv kardiologiya, kardiocərrahiyyə və eyni zamanda müalicə ilə məşğul olan kardioloqların, yəni terapevtik kardioloqların da və eyni zamanda qeyd etdiyim kimi bütün bölgələrin təmsil olunduğu kardioloqların proqramda əgər diqqət eləsəniz, aparıcı rol oynadığı bu tədbir mənə elə gəlir ki, Azərbaycan kardiologiyasının, Azərbaycan səhiyyəsinin tarixində özünəməxsus bir rol olacaq. Çünki bilirsiniz ki, hər zaman tədbirlər keçirildikdə bizim aparıcı kardioloqların çıxışları olur. Bizim bu tədbirimizin önəmli cəhəti ondan ibarətdir ki, burada proqramda 3 gün ərzində davam edən, artıq bugün 3-cü günüdür tədbirin, 2 gündür bizdə kurslar davam edirdi və bu kurslar sadəcə Elmi Tədqiqat Kardiologiya İnstitutu ilə deyil, eyni zamanda əhatəsi geniş olaraq həm mərkəzi klinikada, həm yeni klinikada, həm Seçinov adına simulyasiyon mərkəzdə, Bakı Sağlamlıq Mərkəzində və digər mərkəzlərdə həyata keçirilirdi və eyni zamanda bu tədbir çərçivəsində ilk dəfə olaraq Azərbaycanda transesophageal ekokardiografiya kursları və angiografiya kursları, koronar angiografiya kursları həyata keçirilmişdir. Tədbirin keçirilməsi, kursların aparılması bütün doktorlar üçün tam olaraq ödənişsiz olaraq həyata keçirilir və tədbir Səhiyyə Naziri tərəfindən 46 balla akkreditasiya olunmuşdur və qürur hissi ilə demək istəyərdik ki, tədbirin proqramında Naxçıvandan, Gəncədən, Sumqayıtdan, Şəmkirdən bütün bölgələri əhatə edən gənc kardioloqların aktiv iştirakı təmin olunmuşdur. Bizim ağsaqqallar, münsiflər heyəti, professor alim heyəti, aparıcı kardioloqlar isə münsiflər heyətində təqdim olunmuşdur və tədbir çərçivəsində dəyərləndirmə proqramı həyata keçiriləcək. İlk dəfə olaraq interaktiv zaldan həm zalın iştirak edən kardioloqların, həm də eyni zamanda münsiflər heyətinin dəyərləndirməsi nəticəsində gənc kardioloqlar üçün motivasiya edici bir formatda mükafatlar vermək düşünürük. Məqsədimiz bunu ənənəvi olaraq hər il
mütləq bu gənclərə motivasiya vermək, bu mənə elə gəlir ki, bizim ən birinci devizimiz və məqsədimiz olmalıdır ki, buna da mənə elə gəlir ki, bu gün biz nail olmuşuq. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti şöbəsinin müdiri Ramiq Quliyev, Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkil ombudsman Səbinə Əliyeva öz çıxışlarında da forumun əhəmiyyətini vurğulayıb. 3 gün davam edən foruma 600-dən artıq yerli mütəxəssis qatılıb. Ölkəmizdə daha bir layihənin tərkibində regionda pulsuz müayinə keçirildi. Ümid edək ki, bu cür layihələrin sayı kifayət qədər çox olacaq və az təminatlı ailələr bu müayinələrdən kifayət qədər yararlana biləcəklər. Lirikdə ödənişsiz tibbi müayinələr nəticəsində 300 nəfərə xidmət göstərilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarə Etmə Birliyi, Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə həmkardan həmkara qayğı ilə yeni sosial layihə başlanılıb. Layihə çərçivəsində ilk səyyar tibbi müayinə aprelin 10 və 11-də Dağlıq rayon Lirikdə təşkil olunub. Lirik rayon mərkəzi xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı oftalmoloq, endokrinoloq, nevroloq, uşaq nevroloqu, infeksionist, pediatr və travmatoloqlardan ibarət peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb. 2 gün ərzində ümumilikdə 300-ə yaxın az təminatlı və ehtiyacı olan vətəndaşa 600-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub. Amerikada qripdən ölənlərin sayı rekord həddə çatıb. Detalları izləyək. Amerikanın Şimali Karolina ştatında qripdən ölənlərin sayı tarixdə ən yüksək həddə çatıb. Dövlət Səhiyyə rəsmiləri 2024-2025 qrip mövsümündə 500-dən çox qrip ölümünün demək olar ki, Covid qurbanlarının sayına bərabər olduğunu bildirib. Şimali Karolina Səhiyyə və İnsan Xidmətləri Departamentinin çərşənbə günü yaydığı xəbərdə deyilir ki, 2024-2025-ci il yoluxucu tənəffüs virusu mövsümündə qeydə alınan 500-dən çox hadisə 2009-cu ildə hesabat verilməyə başlayandan bəri ştatda ən yüksək göstəricidir. Uşaq vaxtı valideynlərin bir-biri ilə söz güləşdirməsi, davası ömür boyu bir insanın travmasına çevrilə bilərmi? Məişət zorakılığı insan taleyində necə rol oynayır? Sualın cavabını isə mütəxəssis verəcək. Azərbaycanda psixoloqa müraciət etməyə məcbur olanların əksəriyyəti ailə daxili münaqişə yaşayanlardır. Evdən kənarda neqativə tab gətirmək nisbətən daha asandır. Amma evin içində doğma bildiyin insanlarla uzun müddətli gərginlik psixikanı ciddi şəkildə zədələyir. Bu mövzuda STV xəbərə müsahibə verən klinik psixoloq uzman Aysel Qarayeva ailə daxili münasibətlərdə qarşılıqlı hörmət və emosional dəstəyin psixika üçün həyat əhəmiyyətli amilləri adlandırıb. İlk problemlərdən biri də ailə daxili anlaşılmazlıqlardır. Bir-birini dinləmə problemləridir ki, bu çox sıx rastlanan hallardan biridir. Daha çox öz zehnimizdə düşündüklərimizlə qarşı tərəfi bir qəlibə soxmağa çalışdığımız zaman ya da öz zehnimizdən keçən düşüncələrə uyğunlaşdırıb, bu bunu demək istədi, mütləq ki, arxasında bu yatır, mənə bunu nəzərinə çatdırmaq istədi kimi düşüncələr bizim hipotezlərimiz olur, yəni bizim düşüncəmiz olur. Bu reallığı əks etdirə də bilir, əks etdirməyə də bilir. Tutaq ki, evə gəlir, evdə deyir ki, mənə xoş his göstərmədi, deməli 100% məndən olan münasibətini istəmir, nəsə mənə qarşı əsəbidir və s. kimi, amma bunun real olub olmadığını bilə bilmərik, çünki ola bilər o gününü gərgin keçirdib qarşı tərəf ya da o hər hansı bir başqa problem yaşayıb bundan, onu soruşmadan bilmə ehtimalımız yoxdur. Bu həyatın digər hissələrinə də aid edə bilərik, yəni ailə daxili münasibətlərdə hər hansı bir şey dediyimiz zaman qarşı tərəf bunu öz tərəfindən yorumladığı zaman, yəni öz tərəfindən məna ifadə etdiyi zaman, o zaman bu bunu demək istədi deyib daha fərqli reaksiyalar verə bilir ki, soruşmadan bilə bilməyimiz mümkün deyil. Bu zaman qarşı tərəfi öncə dinləmək və bununla yanaşı olaraq zehnimizdən keçənləri sual verərək anlaya bilərik ki, həqiqətən hipotezimiz doğrudur və ya yanlışdır və qarşılıqlı olaraq anlamaq üçün dinləmək çox önəmli olur.
Psixoloq həmçinin övlad-valideyn münasibətlərini də xüsusilə vurğulayıb. Ailə tək cütlüklərdən ibarət olmur. Bəzən təbii ki, övladlar da qoşula bilir. Eyni şəkildə övlada da elə bir qaydalar qoyuruq ya da hər hansı bir şeyi etmə deyirik, amma səbəbini anlatmırıq ya da onun bunu istəyib istəmədiyini dinləmirik. Yəni sərhəd qoymaq çox önəmlidir, amma doğru sərhəd. Bu sərhəd kimə lazımdır? Əgər övlada qoyulursa, bu övlad kimi faydalıdır, yoxsa bizim istəklərimizi mi qarşılayır? Bu onun ilk öncə araşdırmaq lazımdır. Uzman Aysel Qarayeva bildirib ki, münasibətlərdə gərginlik yaşadıqda bu vəziyyətin ailə üzvlərinin psixoloji sağlamlığına mənfi təsir etməməsi üçün vaxtında mütəxəssis dəstək almaq vacibdir. Vaxtından tez yetişən çiyələk, şaftalı və digər mövsümi meyvələr vitamindir yoxsa zəhər? Sualın cavabı növbəti süjetdə. Artıq yazın dadını fevralda, yay meyvələrini isə yazın əvvəllərində dada bilirik. Sağ olsun çox səbirli fermerlər və təbii qidalanmaya can atan marketlər. Vaxtından əvvəl yetişdirilən meyvə və gilə meyvələr bazarları zəbt edib. Apreldə ortaya çıxan iyul çiyələkləri, martda isə rəflərdə boy göstərən pomidorlar bir möcüzə kimi qarşılanır. Elə bil təbiət deyib, mənim nə işim var? Seraların və kimyəvi gübrələrin işini görsünlər. Mütəxəssislər xəbərdarlıq edir. Bu meyvələrin görünüşü göz oxşasa da, tərkibi sağlamlıq üçün risk daşıya bilər. Amma boş verin. Əsas odur ki, Instagrama gözəl şəkil çıxsın, deyilmi? Braziliyanın São Paulo Universitetinin tədqiqatçıları isə çiyələyi uzun müddət saxlamağın qeyri-adi üsulunu açıqlayıb. Onlar antioksidantlarla zəngin olan nar qabığının ekstraktlarından istifadə edərək yeyilə bilən örtüyü hazırlayıb. Onlar dərin autektik həlledicilərdən istifadə edərək çıxarılıb. Sonra jelatin və hitozanla qarışdırılıb. Hazırlanan örtü çiyələyə batırılaraq tətbiq olunur. Laboratoriya şəraitində aparılan təcrübələrə əsasən bu örtü ilə işlənmiş çiyələklər 6-8 gün ərzində təzə qalıb. İndicə xəbəri deyəndə fərqinə vardım ki, sən demə, mən də məhz bu cür tuturam planşeti. Çəçələ barmağını telefonun və yaxud da planşetin altında daimi saxlayaraq izləyirsinizsə, çəçələ barmağı o qədər deformasiya uğraya bilər ki, əməliyyatlı olar. Detalları isə indi mütəxəssisdən eşidəcəyik. Amerikanın Şimali Karolina ştatında qripdən ölənlərin sayı tarixdə ən yüksək həddə çatıb. Dövlət Səhiyyə rəsmiləri 2024-2025 qrip mövsümündə 500-dən çox qrip ölümünün demək olar ki, Covid qurbanlarının sayına bərabər olduğunu bildirib. Şimali Karolina Səhiyyə və İnsan Xidmətləri Departamentinin çərşənbə günü yaydığı xəbərdə deyilir ki, 2024-2025-ci il yoluxucu tənəffüs virusu mövsümündə qeydə alınan 500-dən çox hadisə 2009-cu ildə hesabat verilməyə başlayandan bəri ştatda ən yüksək göstəricidir. Bugün olan xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tip xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.